Uzun ömürlülər. Azərbaycanda da uzun ömürlülər var, amma belə siyahıya saldım, gördüm yox. Kifayət qədər var bizdə də uzun ömürlülər. Həmişə deyirik axı ömürlərimiz qısadır. Pensiya yaşına qədər yaşaya bilmirik, pensiya ala bilməyəcəyik. Belə dedikodular, narazılıqlar falan da deyirik, açıqlamalar veririk. 2025-ci il yanvar ayının 1-nə olan rəsmi statistikaya əsasən Azərbaycanda 100 və yuxarı yaşda olan əhalinin sayı 1584 nəfər təşkil edir. Yəni 100 və 100-dən artıq yaşı olan insanlar var ki, 1584 nəfərdir. Bu barədə bizim medianın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, əhalinin bu yaş qrupuna daxil olanlardan 646 nəfəri kişilər, 938 nəfər isə qadınlardır. Bu günlərdə bir neçə qadın bir yerdə söhbət edirdik. Hamının da əri ölüb. Mən özüm dedim və dedim ki, əri ölmüş arvadlarıq, gəlin biraz dərdləşək. Qadının biri deyir ki, niyə görə kişilər belə tez dünyasını dəyişir? Mən bir də orada ifadə işlətdim, burada işlətmək istəmirəm o ifadəni. Rəqəmlər göstərir ki, qadınlar arasında uzun ömürlülər daha çox üstünlük təşkil edir. Bəli, qeyd edim ki, bu göstəricilər ölkədə uzun ömürlülük ənənəsinin davam etdiyini və sağlam həyat tərzi mövzusunun aktuallığını bir daha ortaya qoyur. Yəni bizdə var, uzun ömürlülər də var. Qadınlar daha çox təşkil edir. Lap yaxşı.